Məndən İnciyə şikayət elədiniz ki, səhifədə tort şirniyyat azdı. I am hungry-də sizə çiyələkli tort hazırladı. Biskvit xəmirini şəkər tozu ilə yumurta ağını miksirləyib, yumurta sarısını az-az əlavə eləyib hazırlayıram. 160 dərəcədə alt üst rejimdə bişirirəm. Keçirəm çiyələyə. Mütləq soda, sirkə qatdığım suda 10 dəqiqə saxlayıb, sonra 3-4 dəfə durulayıram. Həm pestisidlərdən maksimum təmizləyirəm, həm də tozdan kirdən. Tortumun ara qatlarına keyfiyyətindən hər zaman razı qaldığım Kentin pudinqini əlavə elədim. Pudinq soyuyana kimi qaymaqlı kremi hazırlayıram. 33% qaymağı şəkər pudrası ilə çalıb, bişmiş krem əlavə eləyirəm. Bu kremin dadını çox bəyənirəm. Biskviti laylara bölüb tortumu yığıram. Şüşə kasanın dibini strecləyib, çiyələk dilimləri düzürəm. Çalışın çiyələyi nazik dilimləyəsiniz ki, sürüşüb qabdan düşməsin. Növbəli şəkildə biskvit, krem, doğranmış çiyələk və pudinqi çəkib yığıram. Pudinqi isə birbaşa biskvitə də çəkirəm ki, onu yumuşaq eləsin. Strecləyib bir gecə soyuducuda gözlədirəm. Amma gedib gəlib baxırdım ki, bu buradan necə çıxacaq. Çox da rahat çıxırmış. Siz istədiniz, mən də elədim. İndi deyin görüm, daha hansı reseptlər istəyirsiniz məndən? Sizcə səhifədə hansı videolar azlıq təşkil eləyir?